Məlum olduğu kimi, Azərbaycanın quru sərhədləri 2020-ci ildən bağlıdır və bu qərar hər 3 aydan bir uzadılır. Son məlumatlara görə quru sərhədlər ən azı 1 iyul tarixinədək bağlı qalacaq. Astaradan Bakıya gəlmək istəyənlər üçün isə rahat nəqliyyat imkanları var və hər gün səhər saat 8 və 9-da Astaradan Bakıya müntəzəm avtobuslar yola düşür. Yol təxminən 4 saat çəkir, biletin qiyməti isə 11 manatdır. Alternativ olaraq taksi xidmətləri də mövcuddur, lakin bu daha bahalıdır, təxminən 280 manat civarındadır. Rusiya vətəndaşları üçün isə Azərbaycandan Rusiya quru yolla qayıtmaq imkanı mövcuddur. Bakının mərkəzi avtovağzalından sərhədə qədər 5-6 manat qarşılığında avtobuslarla getmək mümkündür. Sərhədi keçdikdən sonra isə Dərbənd və ya Maxaçqalaya keçmək üçün sərhəd keçid məntəqəsinin qarşısında gözləyən taksilərdən istifadə oluna bilər. Azərbaycandan çıxış üçün sadəcə xarici pasport kifayətdir. Heç bir əlavə sənəd və ya xüsusi əsaslandırmaya ehtiyac yoxdur.